Salam əziz müəllimlər, şagirdlər. Bu gün sizlərə hidrosferin tərkib hissəsi olan dünyanın quru suları haqqında məlumat verəcəm. Yerin quru sahələri olan materiklər və adalarda yerləşən çaylar, göllər, su anbarları, bataqlıqlar, buzlaqlar və yeraltı sular, qurunt suları, quru sular adlanır. Hidrosferdəki suyun 3%-ə qədərini quru sular təşkil edir. Quru sularının tərkib hissəsi olan çaylar. Çay, səth və yeraltı sular hesabına qidalanan, özünün yaratdığı yataq üzrə yer səthinin meyilli olan istiqamətində daimi və müvəqqəti axardır. Belə bir haşiyə çıxım ki, bəzən aşağı sinif şagirdləri sual verirlər ki, müəllim, nəyə görə çayın mənbəyi dəniz və okean ola bilməz? Səbəb ondan ibarətdir ki, bəzən mən bunu biraz yumor şəklində deyirəm ki, heç duzlu çay görmüsünüzmü? Əgər çaylar okean və dənizlərdən başlasaydı, onların suyu duzlu olardı. Həmçinin burada qeyd olunduğu kimi, yer səthinin meyilli olan istiqamətində axır çaylar. Yəni, çayın mənbəyi hündürlükdə olur və həmişə yüksəkdən alçağa doğru axır. Okean və dənizlər isə yer səthinin ən alçaq hissəsində yerləşir. Təbii ki, burada bəzi alçaqda yerləşən göllər istisnadır. Onlar da çayın mənsəbi rolunu oynayırlar. Çay təbii mühitin ən mühüm elementidir. Su təminatı mənbəyidir. Təbii su arteriyalarıdır. Enerji mənbəyidir. Onlar əhalinin, yaşayış məntəqələrinin, bir çox təsərrüfat sahələrinin yerləşməsində və inkişafında əhəmiyyətli rol oynayır. Çayların dağlarda yerləşən yuxarı axınlarında meyillilik çox, axın sürəti yüksək. Düzənliklərdə isə axın sürəti zəif, meyilliliyi az olur. Hər bir çay başlanğıcına mənbə, töküldüyü yerə mənsəb deyilir. Çayın mənbəyi bulaq, göl, bataqlıq, mənsəbi isə digər çay, göl, dəniz ola bilər. Çayın axını istiqamətində hərəkət etsək, sağda çayın sağ sahili, solda çayın sol sahili olacaq. Yine burada bir haşiyə çıxım ki, bəzən şagirdlər Kür çayının sağ sahili və sol sahilini ayırmaqda çətinlik çəkirlər. Burada qeyd etdiyimiz kimi, özümüzü çayın axın istiqamətinə doğru hərəkət edilmiş kimi təsəvvür edirik və çayın, bizim sağ tərəfimiz çayın sağ sahili, sol tərəfimiz isə çayın sol sahili olur. Çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi çayın düşməsi adlanır. Çayın meyilliliyi çayın düşməsinin uzunluğuna olan nisbətidir. Burada bizim düsturumuz var. Meyillilik bərabərdir, düşmə bölək uzunluq. Qeyd etdiyimiz kimi, çayın düşməsi də onun mənbəyi və mənsəbi arasında olan hündürlük fərqidir. Hər bir çayın qolları olur. Bu qollar adətən əsas çaydan kiçik olur. Çaya bütün qolları ilə birlikdə çay sistemi deyilir. Hər bir çayın qolları ilə birlikdə tutduğu sahə onun su toplayıcı hövzəsi adlanır. Bu əraziyə düşən bütün yağıntılar həmin çaya və onun qollarına axır. Çay hövzələrini bir-birindən ayıran şərti xəttə, sərhəddə su ayırıcı deyilir. Su ayırıcı həmişə dağlardan və ya düzənliklərin nisbətən hündür yerlərindən keçir. Əraziyə axan çayların uzunluqlarının, onların hövzələrinin sahələrinə olan nisbəti çay şəbəkəsinin sıxlığı adlanır və kilometr bölək kvadrat kilometrlə ölçülür. Çay şəbəkəsinin sıxlığı iqlim, relyef şəraitindən asılıdır. Yağıntıların miqdarı və onların fəsillər üzrə paylanması, ərazinin meyilliyi çay şəbəkəsinin paylanmasına güclü təsir göstərir. Su sərfi çay yatağından 1 saniyədə axan suyun həcminə deyilir. Çayın su sərfinə ərazinin relyefi təsir edir. Uzunluğu və hövzəsinin sahəsi böyük olan çayların su sərfi də çox olur. Çayın su sərfi Q bərabərdir F vuraq V düsturu ilə hesablanır. Burada Q su sərfi, F çayın sürəti, V isə çayın məcrasının en kəsiyinin sahəsidir. Yəni, çayın su sərfi bərabərdir çayın sürəti vuraq çayın məcrasının en kəsiyinin sahəsinə. Çayın yatağı və ya məcrası onun bərəsində suyun daim axdığı yerdir. Məcranın kənarında su basar yerləşir. Çayda su çoxaldıqca məcrasından çıxaraq su basarı tutur. Gördüyümüz kimi burada çayın mənbəyini görürük, yəni başladığı yer. Bu isə çayın mənsəbidir, yəni dəniz. Çayların gətirmə konusları çayın dağdan düzənliyə endiyi yerdə baş verir və yelpik formasında olur. Məcra çayın yatağıdır, gördüyünüz kimi. Su basar çayın daşdığı zaman basdığı hissədir. Bu isə deltadır. Bildiyimiz kimi çay öz mənsəbində ya delta ya da estuari relyef forması əmələ gətirir. Çayın yatağı və ya məcrası onun dərəsində suyun daim axdığı yerdir. Məcranın kənarında su basar yerləşir və çayda su çoxaldıqca məcrasından çıxaraq su basarı tutur.
Burada çayın su toplayıcı hövzəsini görürsünüz. Yəni qolları ilə birlikdə çayın hövzəsi. Bu isə bu ərazidə olan hündürlük isə çayın su ayırıcısıdır. Qeyd edim ki, şəkildə, daha doğrusu xəritə sxemində gördüyümüz bu çay Amazon çayıdır. Çaylar təbiətdə həm dağıdıcı, həm də yaradıcı iş görür. Çayların dağıdıcı fəaliyyəti eroziya, yaradıcı fəaliyyəti isə akkumulyasiya adlanır. Hər bir çay öz axını boyu 3 hissəyə, yuxarı, orta və aşağı axına ayrılır. Çayların yuxarı axını, yəni mənbəyə yaxın hissəsində eroziya, daha çox da dib eroziyası baş verir. Aşağı axanda isə, yəni mənbəyə yaxın hissədə isə dib eroziya zəif olur. Yan eroziya isə güclü olur. Akkumulyasiya güclənir. Çayın orta axınında özünə çoxlu qollar qəbul edir və suyun həcmi artır. Bu çayın axınlarıdır. Yuxarı axın, dib eroziya güclüdür. Orta axın və aşağı axında yan eroziya güclüdür, yəni akkumulyasiya prosesi. Akkumulyasiya və ya eroziya prosesləri nəticəsində çayların mənsəblərində delta və estuarilər yaranır. Çayın mənsəbində çoxlu qollara bölünərək gətirdiyi çöküntülərdən yaratdığı düzənlik delta adlanır. Baxın, yuxarıda biz çayın deltasını görmüşdük. Fikir verirsinizsə, çay çoxlu qollara parçalanıb töküldüyü yerdə və özü ilə gətirdiyi çöküntülər burada bir sahə yaradıb. Estuari çay mənsəbinin dənizə doğru genişlənən və dərinləşən qıfvari formasıdır. Burada çay bir qoldan ibarət olur. Gətirdiyi sular, qabarma və dəniz cəryanları vasitəsilə yuyulub aparılır. Nil, Volga, Lena, Mississippi, Orinoco, Qanq çayları delta, Ob, Yenisey, Parana, Müqəddəs Lavrinti, Reyn çayları isə estuar yaradır. Bəzi çaylarda bunların hər ikisinə rast gəlinir. Məsələn, Amazon və Yansızı çayı. İndi sizə burada sadə bir delta və estuari sxemi çəkəcəm. Bu gördüyünüz deltadır. Çayın töküldüyü yerdə qollara parçalanmasıdır. Estuari isə çayın töküldüyü yerdə belə bir körfəz əmələ gətirməsidir. Bəzi çaylarda bu körfəz quba adlanır. Məsələn, Ob qubası. Delta mənsəbli çaylar qeyd etdiyimiz kimi Mississippi, Yukon, Mackenzie, Orinoco, Nil, Niger, Volga, Dunay, Qanq, Brahmaputra, Mekong, Lena, Huanghe, Kür, Amudərya və Sırdərya. Burada deltanı görürük. Estuari yaradan estuari mənsəbli çaylar Colorado, Kolumbiya, Müqəddəs Lavrinti, Parana, Kongo, Murray, Sena, Temza, Reyn, Ob, Yenisey kimi çaylardır. Burada isə estuarinin sxemini görürsünüz. Fikir versəniz, belə bir körfəz yaranıb. Həm delta, həm estuar yaradan çaylar isə Amazon və Yansızı çaylardır. Çay öz dərəsini daim dərinləşdirir və genişləndirir. Lakin çayda eroziya prosesi müəyyən səviyyəyə qədər davam edə bilər. Bu səviyyə eroziya bazisi adlanır. Eroziya bazisinin səviyyəsi çayın mənsəbinə uyğun gəlir. Çayın eroziya bazisi dünya okeanı səviyyəsində bu səviyyədən aşağıda və ya yuxarıda ola bilər. Yəni, çayın mənsəbinə qədər maksimum dərinlədə bildiyi, aşındıra bildiyi, eroziyaya uğrada bildiyi o səviyyə eroziya bazisi adlanır və bu səviyyə çayın mənsəbinə uyğun gəlir. Deməli, bu xəritə dünyanın çaylar xəritəsidir və rəqəmlərlə verilib. Deməli, birinci çayımız Mackenzie çayıdır. İkinci çayımız Yukon çayıdır. Üçüncü çayımız Kolumbiya. 4 Missouri. 5 Mississippi. 6 Ohio. 7 Colorado. 8 Rio Grande. 9 Müqəddəs Lavrinti. 10 Orinoco. 11 Amazon. 12 San Francisco. 13 Paraguay. 14 Parana. 15 Uruguay. 16 Orange veya narıncı. 17 Limpopo. 18 Zambezi. 19 Kongo. 20 Niger. 21 Senegal. 22 Mavi Nil. 23 Nil çayı. 24 Tahoe. 25 Rona. 26 Sena. 27 Reyn. 28 Dunay. 29 Dnieper. Burada Dniester çayı da var. Qaradənizə tökülür. 30
Volga, 31 Ob, 32 Tobol, 33 İşim, 34 Yenisey, 35 Lena, 36 Yana, 37 Indigirka, 38 Kolima, 39 Amur, 40 Huanhe, 41 Yansızı, 42 Mekong, 43 İravadi, 44 Gang, 45 Brahmaputra, 46 Hind, 47 Amudarya, 48 Sırdarya, 49 Fərat, 50 Dəclə, 51 Darling, 52 isə Murray çaylarıdır. Rejiminə görə çayların bölgüsü. Çaylarda suyun səviyyəsinin və su sərfinin həcminin il ərzində dəyişməsi çayın rejimi adlanır. Suyun səviyyəsinin dəyişməsi çayların qida mənbələrindən asılıdır. Onların qidalandığı mənbələr yağış, qar, yeraltı və buzlaq suları ola bilər. Çayların çox hissəsi qarışıq qidalanma tipinə malikdir. Lakin hər bir çayın qidasında bir əsas mənbə üstünlük təşkil edir. Məsələn, başlanğıcını yüksək dağlardan götürən çayların əsas qidasını buzlaq suları təşkil edir. Bu səbəbdən onlar yay aylarında bol su olur. İl boyu bol su olan çaylar mülayim dəniz, bərabər rütubətli subtropik, ekvatorial və rütubətli tropik iqlim zonasında yerləşən çaylardır. Məsələn, Amazon və onun qolları, Rio Negro, Kongo, Temza və sair çaylar bu çaylara aiddir. Bu çaylarda su sərfi il boyu sabit olur. Deməli, Amazon çayı və onun qolu olan Rio Negro, Kongo ekvatorial iqlimdə, Temza isə mülayim dəniz iqlim tipində yerləşir. İl boyu bol su olan çayların hidroqrafı bu formadadır. Gördüyünüz kimi çayın su sərfi demək olar ki, sabitdir. Yayda bol su olan çaylar musson yağışlarla, buzlaq suları ilə və subekvatorial enliklərdə yerləşən çaylardır. Buzlaq suları ilə qidalanan çaylar Mərkəzi Asiyanın yüksək dağlıq zonalarından axan çaylar. Amudərya, Sırdərya, Böyük Qafqazın çayları Samur, Qusar, Qudyal, Dəmiraparan çay, Naxçıvanda Gilan çay buzlaq suları ilə qidalanırlar. Ona da qeyd edim ki, Azərbaycanın çayları haqqında da bizim geniş video izahımız var. İstəsəniz bizim YouTube səhifəmizdən Azərbaycan çayları haqqında da geniş məlumat əldə edə bilərsiniz. Muson yağışları ilə qidalanan çaylar Hind, Gang, Brahmaputra, İravadi, Saluin, Mekong, Yansızı, Huanhe və Amurdur. Şimal subekvatorial enlikdə yerləşən çaylar Magdalena, Orinoco, Nil, Senegal, Niger, Şari, Volta. Cənub subekvatorial enlikdə yerləşən çaylar Zambezi, Parana, Uruguay, San Francisco və s. Şimal yarımkürəsi subekvatorialda yerləşən çayların hidroqrafı budur. Cənub yarımkürəsində yerləşənlərin hidroqrafı isə budur. Səbəb odur ki, Cənub yarımkürəsində yay ayları, şimalın qış ayları olduğuna görə dekabr, yanvar, fevral aylarında yağıntı daha çox düşür. Bunu da biz Smile qaydası ilə sizinlə öyrənə bilərik. İqlim dərsində bu haqda sizə məlumat vermişəm. Əgər Smile külən Smile'dirsə, bu Cənub yarımkürəsi üçündür. Belə kədərli Smile'dırsa, şimal yarımkürəsi üçündür. Yazda bol su olan çaylar. Qar suları və yağışla qidalanan çaylar yazda bol su olur. Mississippi, Ob, Yenisey, Volga, Kür, Dəclə, Fərat, Dunay çayları yazda bol su olurlar. Qışda bol su olan çaylar Aralıq dəniz iqlimi tipi hakim olan ərazilərin çaylarıdır. Bu çaylar qışda bol su olur. Qızılırmaq, Yaşılırmaq, Taxo, Ebro və s. Azərbaycanda isə Lənkəran zonasının çayları qışda bol su olur. Biləş çay, Lənkəran çay, Astara çay. Onların da qrafiki bu cürdür. Çayın rejimi tənzimlənmiş və tənzimlənməmiş ola bilər. Çayların üzərində su anbarı tikilməməklə onlarda yoxsulluq dövrünü suyun səviyyəsini xeyli aşağı salmaq mümkündür. Əgər çayın üzərində bəndlər və su anbarı varsa, bu çayın rejimi tənzimlənmiş rejim sayılır. Belə çaylar adətən insanların sıx məskunlaşdığı mülayim subtropik qurşaqlarda yerləşir. Üzərində su anbarı inşa edilməyənlər isə tənzimlənməmiş çaylar hesab olunur və ya təbii rejimli çaylar sayılır. Çayın rejimini qrafik formada göstərən sxem hidroqraf adlanır. Hidroqrafın köməyi ilə çayda suyun səviyyəsinin aylar üzrə dəyişməsini müşahidə etmək olar. Hidroqrafın birinci xətti su anbarı tikintisinə qədər olan çayda suyun səviyyəsinin dəyişməsini, yəni
təbii rejimi göstərir. Gördüyünüz kimi birinci xətt budur. Fikir versəniz, yaz aylarında çayın rejimi, yəni su sərfi tamamilə yuxarı qalxıb, səviyyəsi çox yuxarı qalxıb. İkinci hidroqraf isə çayın tənzimləndikdən sonra, yəni üzərində su anbarı tikildikdən sonraki səviyyə dəyişikliyidir. Fikir versəniz, çayın su sərfində, yəni səviyyəsində o qədər də tərəddüd müşahidə olunmur. Çayın illik səviyyə rejimi 2 dövrə ayrılır. Gürsulluq dövrü, azsulluq dövrü. Gürsulluq dövründə yağıntı, ərinti suları çoxalır. Suyun səviyyəsi artır. Bu zaman su çayın dərəsinin subasar hissəsinə çatır. Gürsulluq dövrü zamanı güclü yağışlar düşərsə və ya havaların isti keçməsi nəticəsində dağ buzlaqları tez əriyərsə, çayda daşqın baş verir. Bu zaman suyun səviyyəsi çay dərəsindən çıxaraq ətraf əraziləri basır. Azsulu dövr yağıntıların ən az düşdüyü və ya heç düşmədiyi dövrə təsadüf edir. Bu zaman çayda su kəskin azalır, quraq ərazilərdən axan bəzi çaylar isə quruyur. Gəlin indi qısa şəkildə öyrəndiklərimizin üstündən keçək. Biz öyrəndik ki, estuari nədir? Estuari dənizə doğru genişlənən qıfvari çay mənbəyidir. Kongo, Parana, Müqəddəs Lavrenti, Sena, Reyn, Temza, Atlantik Okeanının çayları, Pechora, Obyenisey, Şimal Buzlu Okean çayları, Colorado, Kolumbiya, Sakit Okean çayları, Zambezi, Murray, Hind Okean çayları estuari yaranan çaylardır. Estuarinin yaranma səbəbi çayın mənsəbində qabarma çəkilmə hadisəsinin olması və çayın yüksək axın sürətinə malik olmasıdır. Amazon və Yansızı çayları həm delta, həm də estuari mənsəbli çaylardır. İkinci öyrəndik ki, çayın deltası çayın mənsəbində qollara ayrılması və çöküntü toplamasıdır. Məsələn, Nil, Niger, Yukon, Kür, Volga, Dunay, Huahe, Lena, Mississippi, Orinoco, Niger və Mekong kimi çaylar estuari delta yaradırlar. Və biz burada deltanı, burada isə estuarini görürük. Çayın su sərfi. Çayın canlı en kəsiyindən 1 saniyədə keçən suyun miqdarına deyilir. Əsasən iqlim və relyefdən asılıdır. Düsturu isə belədir. Q bərabərdir, F vuraq, V. Yayda su sərfi çox olan çaylar Gang, Mekong, Amur, Hind, Huahe və s. İl boyu su sərfi daha az dəyişən çayların yerləşdiyi regionlar Mərkəzi Afrika və Amazon hövzəsi hesab olunur. Yeraltı sularla, bataqlıqlarla qidalanan çayların su sərfi il boyu az dəyişir. Çayın meyilliliyi çayın düşməsinin onun uzunluğuna olan nisbətidir. Çayın düşməsi isə çayın mənbəyi və mənsəbi arasında olan fərqdir. Məsələn, Kolumbiya, Colorado, Amu dərya, Sır dərya bu çayların meyilliliyi çox olduğundan sürətləri də yüksək olur. Çay eroziyası. Çayın dağıdıcı fəaliyyətidir. 2 yerə bölünür. Dib eroziya, yan eroziya. Dib eroziya yüksək axın sürətinə malik olan dağ çaylarında, məsələn, Kolumbiya, Colorado, Vəlvələ, Qusar, Qudyal, Amu dərya, Sır dərya və s. Yan eroziya isə axın sürəti zayıf olan düzənlik çaylarında. Məsələn, Volga, Kür, Niger, daha doğrusu Nil, Pechora, Mississippi və s. kimi çaylarda müşahidə olunur. Meandr düzənlik çaylarının axım sürətinin zəif olduğuna görə maniyənin yanından ötüb keçməsinə deyilir. Meandr əyri-üyrü dərədir. Bu zaman çayların kənarında axmaz göllər yaranır. Axmaz göllər yan eroziya güclü olduqda yaranır. Məsələn, Sarısu, Ağgöl, Hacıqabul, Mehman, Candargöl və s. Şəkildə meandrlı çay dərəsini görürsünüz. Gördüyünüz kimi əyri-üyrü ilanvari axan düzənlik çaydır. Bu isə axmaz göldür. Kanyon dar və dərin dərələrə deyilir. Kanyonun yaranması üçün yumşaq suxurların olması, ərazinin meyilli olması, çayın yüksək axım sürətinə malik olması lazımdır. Məsələn, Kolumbiya, Colorado və s. çaylarda, Azərbaycanda isə Böyük Qafqazın şimal-şərq yamacının çaylarının dərələri kanyonvaridir. Məsələn, Qusar çay, Qudyal çay, Vəlvələ çay və s. Qeyd edək ki, bərk suxurlara malik olan ərazilərdən çaylar keçərkən V şəkilli, amma dərin, dar çay dərələri yaradırlar. Şəkildə isə Colorado çayının kanyonvari dərəsini görürük. Ərazisi nədir? Çay öz dərəsini töküldüyü hövzənin dərinliyinə qədər dərinləşdirə bilər. Buna eroziya bazisi deyilir. Məsələn, okeana tökülən çaylar öz dərəsini 0 metr hündürlüyə qədər dərinləşdirə bilər.
Dnepr, Niger, Amur və sair eroziya bahisi dünya okeanı səviyyəsində yerləşən çaylardır. Okeanlara, dənizlərə, körfəzlərə tökülürlər. Dünya okeanı səviyyəsindən aşağıda yerləşən çaylar Xəzərə tökülən çaylardır. Volqa, Ural, Emba, Kür, Araz, Terek, Atrek və s. Bundan başqa Ölü dənizə tökülən İordan çayı misal ola bilər. Dünya okeanından yuxarıda yerləşən çaylar Amu dərya, Sır dərya, İli, Ankara, Arpaçay, Naxçıvan çayı və s.dir. Bu sıranı yadda saxlamaq vacibdir. Köhnə çay yatağında yaranan göllərə axmaz göllər deyilir. Axmaz göllərə çay-dərə mənşəli göllər də deyilir. Gördüyünüz kimi çay əvvəl bu hissədən axıb, sonra isə öz yatağını dəyişdirdiyi üçün burada belə bir axmaz göl əmələ gəlir. Çay şəbəkəsinin sıxlığı çayın ümumi uzunluğunun ərazinin sahəsinə olan nisbətinə deyilir. Düstur belədir ki, uzunluq bölək sahə. Çay şəbəkəsinin sıx olmasının səbəbi meyilliliyin çox, rütubətin də kifayət qədər olmasıdır. Burada uzunluq dedikdə böyük el, yəni əsas çayın uzunluğu və üstə gələk L1, L2 ola bilər, yəni ki, çayın qollarının uzunluğu. Şəlalə, dağ çayının bərk və yumşaq suxurların növbələşdiyi ərazidən keçərsə, yaratdığı relyef formasıdır. Çayda şəlalənin olması bərk suxurların olması ilə izah olunur. Niagara çayı üzərində olan Niagara, Parana çayı üzərində olan Iguazu, Zambezi çayı üzərində olan Victoria, Kongo çayı üzərində olan Livingstone, Stanley, Tugela çayı üzərində olan Tugela, Orinoco çayı üzərində olan Angel, Azərbaycanda isə Vəlvələ çayı üzərində olan Afruca, Dəmiraparan çayı üzərində olan isə Mucuq şəlaləsi dünyanın məşhur şəlalələrdir. Qeyd edək ki, dünyada ən gür şəlalə Niagara şəlaləsidir. Ən hündürdən axan şəlalə isə Angel şəlaləsidir. Gətirmə konusu çayın dağdan düzənliyə çıxdığı yerdə yaranır. Deltadan əsas fərqi də budur. Azərbaycanda ən böyük gətirmə konusları Qanıq Əyriçay, Qazax Qarabağ və Kürdi Şirvan fiziki coğrafi rayonlarında geniş sahədə yayılıb. Deməli, çayın dağdan düzənliyə çıxdığı hissədə yerpikvari formada gətirmə konusları yaranır. Alluvi çayların gətirdiyi çöküntülərə deyilir. Çayların gətirdiyi çöküntülərdən yaranan düzənliklərə allüvial düzənliklər deyilir və ovalıqlara uyğun gəlir. Delta isə gətirmə konusu arasında oxşar əlamət allüvial çöküntülərin toplanmasından yaranmasıdır. Axımın tənzimlənməsi. Üzərində su anbarı olan çaylara axımı tənzimlənmiş çaylar deyilir. Məsələn, Kür, Kolumbiya, Volqa, Fərat, Sır dərya, İli, Narin. Buradakı birinci qrafik axım tənzimlənməmişdən əvvəlki olandır, ikinci isə üzərində su anbarı tikildikdən sonra olan qrafikdir. Çay terrası dib və yan eroziyanın ardıcıl növbələşməsindən yaranır. Baxın, burada terras görürsünüz. Terras təqribən belə bir quruluşa malikdir, yəni pilləvari formada olur. Su toplayıcı hövzə və ya su ayırıcı. Hər bir çayın qolları ilə birlikdə tutduğu sahə onun su toplayıcı hövzəsi adlanır. Bu əraziyə düşən yağıntılar həmin çaya və onun qollarına axır. Çay hövzələrini bir-birindən ayıran şərti xəttə isə sərhəd su ayırıcı deyilir və adətən dağlara və ya yüksək düzənliklərin nisbətən hündür hissələrinə uyğun gəlir. Dünyanın ən iri çayları Nil, Amazon, qolu Ucayali ilə birlikdə, Yansızı, Mississippi, qolu Missouri ilə birlikdə, Yenisey, Huanghe, Ob, İrtişlə birlikdə, Parana, Kongo, Amur, Arqun qolu ilə birlikdə. Testlərdə çaylarla bağlı düşə biləcək məsələ nümunələrinin izahına növbəti video izahımızda baxa bilərsiniz.